Bu sosial yardım və ya uşaq pulu insanı tənbəlləşdirir söhbəti iqtisadiyyat elminin ən böyük yalanıdır. Dünyanın ən nüfuzlu elm ocaqları MIT və Harvard Universiteti illərlə inkişaf etməkdə olan ölkələrdə kasıb ailələrə verilən şərtsiz pulları, yəni sosial müavinəti və uşaq pullarının əmək bazarına təsirini araşdırıblar. Araşdırmanın adı tənbəl kasıb mifinin təkzibi, inkişaf etməkdə olan ölkələrdə nağd pullar və əmək təklifi. İstəyənlər internetdən detallı baxa bilər. Bu araşdırmanın nəticəsi nə olub bilirsiniz? Rəqəmlər sübut eləyir ki, dövlətdən yardım alan ailələr işi gücü atıb evdə yatmırlar. Çünki dövlətin verdiyi uşaq pulu heç bir ölkədə ailənin kirayəsini, kommunalını, maşın kreditini bağlamır. Bu pul sadəcə uşağın bezinə, südünə çatır. Heç bir valideyn uşaq pulu verilir deyə işini gücünü atıb evdə yatmaz. Çünki bu iqtisadi baxımdan mümkün deyil. Keçək ikinci məsələyə. Bir atanın işləməsi kifayətlə yanaşması. Hörmətli deputat, biz hansı əsrdə yaşayırıq? Bugün yaşayış minimumu və inflyasiya elə bir həddədir ki, bir nəfərin maaşı ilə heç 3 nəfər saxlamaq mümkün deyil.